Salam. Bugün sizlərlə çanaq sümüyü və onun birləşmələri haqqında danışacağım. Deməli, insanda çanaq sümükləri 2 ədəddir. Onurğanın oma şöbəsi ilə birləşmə əmələ gətirir. Biz bilirik ki, oma şöbəsi 5 fəqərədən təşkil olunmuşdur. Fəqərələri burada qısa nömrələsəm, 3-cü fəqərə, deməli, birinci, ikinci, üçüncü, dördüncü və beşinci fəqərə olaraq nömrələsək, burada çanaq sümükləri birinci və ikinci fəqərələrlə birləşmə götürəcəyik. Bundan başqa çanaq sümükləri hər bir sümük digər çanaq sümüyü ilə birləşmə əmələ gətirir və bud sümüyü ilə birləşmə əmələ gətirir. Çanaq sümüklərinin birləşmələri haqqında sizin üçün qısa qeydləri yazmışam. Deməli, buradan baxırıq. Çanaq sümükləri 3 sümüklə birləşmə əmələ gətirir. Oma sümüyü, digər çanaq sümüyü və bud sümüyü. Çanaq sümüyü 3 növ sümüklə birləşmə əmələ gətirir. Oma sümüyü qarışıq sümükdür. Digər çanaq sümüyü yastı sümükdür və bud sümüyü isə uzun borulu sümüklərə aiddir. Əgər bizdən soruşularsa, neçə növ birləşmə əmələ gətirir? Onda qeyd edəcəyik, hərəkətsiz birləşmə əmələ gətirir və hərəkətli birləşmə əmələ gətirir. Bud sümüyü ilə hərəkətli birləşmə əmələ gətirir, digər çanaq sümüyü ilə isə və oma sümüyü ilə hərəkətsiz birləşmə əmələ gətirir.